Deməli, 51-ci sual soruşmuşdunuz. Bir açarı qapalı, iki açarı isə açıq olduqda ampermetrin göstərişi 8 amperdir. Bir açarını açıb, iki açarını qapayanda ampermetrin göstərişi deyir nə qədər olar. İndi gəlin baxaq. Əvvəlcə birinci halda baxırıq ki, hərfləndirmə metodundan bura, məsələn, adı davam elətdirək. Ampermetrin üstündən keçib eyni hərfi yazmaq olar. Üçlü birləşmələrə eyni hərf yazacağıq. Burada adı. Sonra qayıtdıq bura. Bura B-dirsə, gəldik üçlü birləşməyə. B yazdıq. Burada açar açıqdır. Üstündən keçib hərf yaza bilmirik. Qalxdıq yuxarı gəldik. Bura yazırıq B. Bura fərqli hərf yazacağıq. Çünki qabağımıza rezistor çıxdı. Burada yazdıq C. İndi bunun dövrəsini yığmalıyıq. Sadə dövrəsini yığaq. Başda A ilə başlayıb, B ilə qutarıb, C ortadadır. İndi gəlin yığaq. A ilə C-nin arasında nəyimiz var? A ilə C-nin arasında 2 yerimiz var. 2 yeri qoyaq bura. Sonra C ilə B-nin arasında bir dənə yerimiz var. Qoyduq bunu bura. Və A ilə B-nin arasında 3 dənə yerimiz var. İndi baxırıq ki, 2 R ilə R bir-birinə ardıcıl birləşib. Ardıcıl birləşmə zamanı R ümumimiz bərabər olar 2R, üstəgəl R bizə verər nəyi? 3R. Sonra baxırıq ki, burada aldığımız 3R ilə burada aldığımız 3R paralel birləşib. Paralel birləşmə zamanı ümumini tapanda əgər müqavimətlərimiz eynidirsə, onları sayına bölürük. Bu da eləyir 1/5R. Deməli, biz gərginliyimizi tapsaq, alarıq ki, bizim gərginliyimiz U bərabərdir I-dir də. Birinci halda bizə i-ni 8 verib. 8 vuraq, 1/5R. Bu da bərabərdir. Gəlin vuraq baxaq. 1/5R-i vururam 8-ə. Deməli, R 5 dəfə 8-in 40, 4 yadda 12. Deməli, 12-yə bərabərdir. Yazıram bura. 12R. Deməli, tapdıq 12. İndi ikinci halda. İkinci halda dövrəmizi silək. Bu dəfə 2-ni bağlayaq deyir, 1-i açaq. Açdıq. Bura A-dır. Bura A-dır. Deməli, bura B-dir. Bura B-dir. Bura B-dir. Qabağımıza rezistor çıxdı. Bura yazırıq C. İndi yenə sadə dövrəmizi yığaq. Bura A. Bura B. Bura C. İndi baxaq ki, A ilə B-nin arasında 2 yer var. A ilə B-nin arasında 2 yer var. 2 yer. Sonra A ilə C-nin arasında 3 yer var. A ilə C-nin arasında 3 yer var. C ilə B-nin arasında bir dənə R var. İndi hesablarımızı aparaq. Deməli, R ümumi. Baxıram ki, 3 R ilə R ardıcıl birləşib. Ardıcıl birləşmə zamanı 3R plus R bərabərdir 4 dənə R. Sonra 4 R ilə də 2 R paralel birləşib. Onda ümumini tapanda 4R üstəgəl 2R 4R vuraq 2R bölək 4R plus 2R. Bu da bərabərdir 8R kvadratı bölək 6R. 2-yə ixtisar 4R bölək 3. Tapdıq belə. İndi burada U-nu hesablayanda, U-muzu hesablayaq. Bizim i-mizi hesablayaq. Bizdən i-ni istəyir də. I bərabərdir U böl R. Gərginlik hər ikisi üçün eynidir. Deməli, onda 12R-i bölərəm 4R bölək 3-ə. Buradan da alıram ki, 3 məxrəcə qalxar, sürətə qalxar 4R. Deməli, R ilə R ixtisar gedər, 4 ilə də 12 ixtisar gedər, 1, 3. 3-ü də 3-ə vuraram 9. Deməli, cavabımız alındı 9.